Hamınızı salamlayıram. Kanalıma da xoş gəlmisiniz. Məni izləyənləri də bu başdan, əvvəldən təşəkkür edirəm hamısına. Bugün sizə belə çox asan toxumla təzə gəlinlərin də toxuya biləcəyi bir naxışdır. Hər kəs toxuya bilər bu naxışı. Bunun üçün ilməkləri 7-7 yığıram bir naxışa. 7, burada da 7. 2 də artıq bu tərəfdən 5 artıq götürürəm də. Elə bil 2 kənar ilməkdə, qalan da naxışında. 14, 5 ilmək də artıq 21 ilmək yığacam ilmin üstünə. İndi burada sayacağım nə qədərdir, o qədər də yığacam. 2, bu da 5, 7, bu da 7. 14, 2 də bu, 16 ilmək yığacam ilmin üstünə. Belə bir sapımı götürürəm. Kısa formada toxuyacağım ki, uzun olmasın videom çox. Üç, 4, 5, 6, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək yığdım ilmə. Buradan bunu düğünləyirəm açılmasın deyə. Artıq sapı da kəsirəm. İndi mən burada rezinka toxuyan deyiləm. Burada elə bir ki 2 sıra tərs toxuyacağım, sonra naxışı başlayacağım. Birinci ilməni toxuyuram. Buradan qalan ilməkləri hamısını tərs toxuyacağım. Rezinka hissəsini kimin ürəyi necə istəyir, elə də toxuya bilər. Hamısını tərs toxudum. İndi tərs üzdən də hamısını bir sıra tərs toxuyuram. Birinci ilməni götürürəm, toxumuram, qalan ilməkləri hamısını tərs toxuyuram. Kənardakını da tərs toxudum. İndi düz üzdən ilməklər hamısı düzdür. Birinci kənar ilməyi götürürəm, toxumuram. İkinciyi də tərs, 2 tərs toxuyuram burada. Bir düz toxuyuram, sonra buradan 3 ilməyi, üçünü götürüb 3 ilməkdən birini çıxardım, birini artırdım, yenə birini çıxardım. Sonra yenə bir düz ilmək. Burada 2 tərsdən sonra 5 dənə ilmək oldu düz. İndi arada yenə 2 tərs toxuyuram. Yenə bir düz. Sonra bu 3 ilməyi yenə üçünü bir yerdə götürüb düz toxuyuram. Birini artırıram, yenə bir ilmək çıxardıram. 3 ilməkdən 3 ilmək. Bir düz. Yenə bu kənarda 2 tərs.
İndi arka tərəfdən bu, o yüzden ters toxumuşdum. 2 ilmek var. İkisini düz toxuyuram. Sonra bu 5 ilmeği, 5'ini ters toxuyuram bu yüzden. Yine 2 düz, 5 ters. 2, 3, 4, 5 ters. Yine 2 düz. İndi bura düz üzdü. Düz üzdən kənardakı 2 tərsi toxuyuram. Bu ortada 3'dən 3 çıxartmışdıq. Bu birinci ilməsini bu kənardakı düz ilməklə yerini dəyişirəm. Düz toxuyuram. Bu 3 ilməyin ortasındakı ilməyi də düz toxudum. Bu qalan bir ilməyi bu tərəfə, birini sağa, birini sola çevirirəm. Bu ilməklə yanındakı düz ilməklə yerini dəyişirəm. Sonra düz toxuyuram. Bu 2 tərsi yenə toxuyuram. Yenə bu 3 ilmək var ortada. Onun birinci ilməyini bu birinci düz ilməklə yerini dəyişirəm. İlməkləri düz toxuyuram. Ortadakı düz ilməyi də toxudum. Bu birisi tərəfdəkində bu birisi düz ilməklə dəyişirəm yeri. Yanındakini. İlməkləri düz toxuyuram. Yenə kənardakı 2 tərsi formada toxudum. İndi arxa tərəfdən yenə düzləri düz toxuyuram. Tərsləri də tərs. İki düz, 5 tərs. Beş ters, 2 düz. Burada yine aynı şeyi tekrar ediyoruz. Kenardaki 2 tersi toxudum. Yine bir düz götürürəm birincisini. Ortadaki 3 düz ilmeği üçündən 3 ilmek çıxardıram. Birini çıxardım, birini artırdım, bir dənə də yenə çıxardım. Yanındakini də düz toxudum. Yenə 2 ters, birini düz toxudum. Ortadaki 3 ilmeği üçündən yenə 3 ilmek çıxardıram. Yenə düz ilmeğini toxudum. Kenardaki 2 tersi toxudum. Ters yüzden yenə bu düzler onsuz da görünür bu yüzden. Düzleri düz toxuyuram. 2 düz, yenə 5 ters. 1, 2, 3, 4, 5 ters. Yine 2 düz. Yine 5 ters. 2, 3, 4, 5 ters. Yine 2 düz. İndi burada düz üzdü. Düz üzdən 2 tersi toxudum. Bu birinci düzlə bu ortadaki ikinci düzü yerini dəyişirəm. Yani bunları düz toxuyuram dəyişdikdən sonra.
Onsuz da düz ilməklərdir. Yəni toxuyanda dəyişəndən sonra da düz toxuyuram. Ortadakı bir ilməyi üçüncünü toxuyuram. 4 ilə 5-in də yerini dəyişirəm. 2 tərsi toxuyuram yenə. Yenə bu 1 ilə 2-nin yerini dəyişirəm. Düz toxuyuram. Ortadakı ilməyi düz toxuyuram. 4 ilə 5-in yerini dəyişirəm. Yenə 2 tərs. Bu formada. İndi arxa tərəfdən tərs üzdən yenə 2 tərsləri tərs toxuyuram, düzləri də düz. 2 düz, 5 tərs. Formada. İndi yenə burada necə eləmişdiksə, yenə də o formada toxuyuruq. Çox toxuyandan sonra biraz belə bir naxış alınır. Bu əvvəldən toxuduğumdur, bu da indi. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Sağ olun, gəlin videomda görüşənə qədər.